qardaş, gözümün Ay, nuru. hey qardaş, hardasan? Nə olub? Ağrıyıram, özümü yaxşı hiss eləmirəm. Ay başsan, Hə. gözdə gəlirəm. Ən sevdiyin şeylər. Başımın tacı qardaş, Çox sağ ol Sən bilsən ki, qardaş. həmişə mən sənin yanındayam. qardaş. Videonun altında olan rəyləri oxuyanda həddindən artıq çox psixoloji müqaviməti göstərən təhqir dolu rəyləri gördüm. Çox maraqlıdır ki, bir çox xəbərləri biz oxuyanda hardakı qardaş, bacıya qarşı hər hansı bir cinayəti törədir, xəbərlərin altında biz çox vaxtı bu cür rəyləri görmürük. Və burada da mədəni kodların insanlara ötürdüyü ən böyük güclərdən biri menstruasiya mövzusunu tabu hesab etməklə bağlıdır. Bu bizə o qədər dərin şəkildə beynimizə yeridilir ki, bu mövzu ilə bağlı hər hansı bir məzmun paylaşan kimi dərhal bizdə qıcıq oyanır, dərhal qarşı tərəfi təhqir etmək istəyirik, dərhal biz aqressiya dolu oluruq. Videonun özündə bizə çox gözəl bir mesaj ötürülür ki, qardaş ona yeridilən doqmalara baxmayaraq öz bacısına açıq şəkildə kömək olur, dəstək olur. Menstruasiya dövründə hardakı bir çox qızlar və qadınlar böyük şiddətli ağrılarla üzləşir, hansı ki bu normal deyil. Hormonların təsiri altında onlar halsızlıqla üzləşirlər. Onların dincəlməyə, qayğıya ehtiyacı olur. Əsas mesajı ondan ibarət idi ki, bizim bədənimiz üçün, qadın bədəni üçün təbii hesab olunan bu proses utanç verici bir proses kimi qəbul olunmamalıdır ki, bacılar da özlərini təhlükəsizlikdə hiss etsin. Dönəmdə özlərini narahat hiss etdikdə onlar dəstək üçün müraciət edə bilsinlər. Öz yaxınlarından qorxmasınlar, çəkinməsinlər. 2007-ci ildə aparılan tədqiqatlar vasitəsilə bizə sübut olunub ki, kök hüceyrələr, hansı ki həmin menstrual qandan götürülür, onlar degenerativ tipdə istifadə oluna bilər. Alzheimer xəstəliyi, şəkər xəstəliyi, ürək damar xəstəlikləri arasında çox effektiv nəticələrin əldə olunmasına artıq nail olublar. Hələ ki bu eksperimentlər sıçanlar üzərində keçirilir. Elmin inkişafı hər zaman bizə bunu göstərir ki, bizə yeridilən istənilən tabunun arxasında, bu medalın arxasında böyük bir güc dayanır. Və insan nə vaxt başlayır təkamül etməyə, o vaxt ki ona tabu kimi yüklənən bütün doqmaları, mədəni kodları sorğulamağa başlayır.